Belə bir sualın izahına baxaq. Deməli, bu sualı həll etmək üçün əvvəlcə mən m və y-in yerini dəyişirəm. Yazıram x böl m bərabərdir y böl m. Bilirik ki, bunların yerini dəyişmək olar. Və bu da bərabərdir bir k sabitinə. Ondan sonra hər birini kvadratı yüksəldirəm bunların. Olur x kvadrat böl m kvadrat bərabərdir y kvadrat böl m kvadrat. Bu da bərabərdir k kvadrat. Və biz bilirik ki, sürətləri toplayıb sürətdə yazsaq, məxrəcləri toplayıb məxrəcdə yazsaq, bu sabit, nisbət dəyişməyəcək, k dəyişməyəcək. Olacaq onda x kvadrat üstə gəl y kvadrat bölünsün m kvadrat üstə gəl n kvadrat bərabərdir k kvadrat. Buradan da alınır ki, k kvadrat bərabərdir x kvadrat plus y kvadrat 32 verilir, m kvadrat plus n kvadrat 2 verilir. 32 bölünsün 2-yə. Və k da bizdə eləyir 16-dan 4 çıxır. Yaxşı. Əgər və nəyə görə 4 çıxır? Çünki bizə x, y, m-in müsbət ədədlərdir. Ona görə müsbət ədədlər nisbətdə müsbət edir. Mənfi 4-ü ona görə götürmədir. K 4-dürsə, onda deməli y böl n də 4-dür, x böl n də 4-dür. Məndən də x böl n-i soruşduğundan x bölünsün n bərabərdir